Biz bəli, enerjidən danışırıq, karmadan danışırıq. Düşünürəm ki, artıq insanlar bu haqqda, yəni çox geniş məlumatı var. Bunun gəlin mən sizə bu psixoloji tərəfini izah eləyim ki, axı mənim bədənim mənim kainatımdır. Düzdürmü? Joe Dispenza'nın bir misalı var. Onu mən gətirmək istəyirəm söz arası. Deməli deyir ki, mənim bir fazendam var. Orada atlarım var. Yəni bir 20-30 dənə atım var. Heyvandır da. Biraz sərt misaldır, amma çox gözəl bir misal. Deyir heyvandır. Mən deyir hər il avqust ayında gedirəm o fermaya. Mən atım minirəm. Dedi atın birinci mənə olan reaksiyası məni üstündən atmaq istəyir yerə. Deyir bu niyə baş verir? Çünki bir il ərzində şuuraltıya yığılan informasiyalar var. Orada digər atlar var, orada nə bilim ot var, gedim ot yeyim, nəyimə lazımdır? Mən Joe Dispenza'nı hal-hazırda belimdə gəzdirim. Deyir mən nə edirəm? Mən götürürəm o Yəhəri. o ip deyəydi ona. O ipi mən atı çevirirəm, deyir mənə lazım olan tərəfə. Bir dəfə mənə cavab vermir, 2 dəfə mənə cavab vermir, üçüncüdə artıq mən onu hara yönəldirəmsə orada gedir. Bizim bədənimiz heyvana bənzəyir. Sən onu hara yönəldəcəksənsə, o orada gedəcək. Sən əgər neqativdən, ağlamaqdan, stres yaşamaqdan ondan şuuraltı olaraq zövq alırsansa və sənin həyat rutinin budursa və günün birində dəyişmək sənin üçün ölümə bərabər kimi bir siqnal gələcək. Niyə? Çünki sən bilmirsən sən hara gedirsən, sənə tanış olmayan bir hissləri yaşayacaqsan, sənə tanış olmayan bir qarmonlarla, belə deyim də, onları yaşayacaqsan və onları yaşamaq olmaq hissi nə deməkdir bilmirsən. Əlbəttə ki, bu insanı qorxuya gətirir. Bədən də çaşır axı. Bədən deyir ki, ümumiyyətlə bir dəqiqə dayan. Sən neynirsən? Bədən bizə nə siqnal göndərir? Sənə bu lazım deyil. Çıx arada. Ana atamsı boş söhbətdir. Psixologiyadır, şuuraltıdır. Sən nəyə oturub onlara qulaq asırsan? Gəl oturaq biz yeməyimizi yeyək. Sən get kuxnyada öz monoton həyatını sür, dəyişmə. Niyə? Çünki dəyişim şuuraltıya ölüm deməkdir. Bədən ölümə gedir. Amma əslində ölümə getmir. Əslində biz ona qalib gəlirik. Və sağalanda sən başa düşürsən ki, mən 20, 30 il, 40 il stres vəziyyətində necə yaşamışam? Bədən elə qurulub ki, daima stresdə yaşaya bilməz. Çünki daima stresdə yaşayan bədən, bədənin müəyyən bir hüceyrələrində genetik gələn xəstəlikləri başlayır tətikləməyə. Mənim genetik olaraq hər hansısa bir xəstəliyə meylim varsa, mən daima stres içində yaşayıramsa, mən sırf o ocağı başlayıram tətikləməyə. Sonra da oturam fikirləşirəm ki, məndə niyə xərçəng yarandı, məndə niyə bu xəstəlik yarandı, nə bilim, davleniyadır falandır və s.